54-cü test nizamına baxaq. Hansı cərgədəki sözləri həm eyni köklü cərgə, həm də eyni sözün müxtəlif formaları kimi düşünmək olar? Eyni köklü sözlər bilirik ki, kökləri eyni mənanı verən düzəltmə sözlərdir. Eyni sözün müxtəlif formaları isə eyni bir sözdən yaranan sadə sözlərdir. Məsələn, yazır, yazacaq, yazdı, yaxud da evlər, evlərdə, evlərdən bu formada. Bu cür testləri rahat tapmağın yolu nədir? Yəni ən sadə üsul nədir? Baxaq hansı sözdəki şəkilçilər həm leksik, həm də qrammatik şəkilçi kimi düşünülə bilmir. Yalnız bir variantı var. Məsələn, baxaq rəsmidir sözünə. Rəsmidir bir olar ki, məsələn, bu onun rəsmidir. Onun rəsmini deyəndə i burada qrammatik şəkilçi olur. Bir də var deyirəm ki, bu qərar rəsmidir. Bunda isə leksik şəkilçi olur. Amma rəsmdən sözündə dən yalnız çıxışlı qal şəkilçisidir, qrammatikdir. Ləngidildik sözündə necə? Burada ləngidildik. Dik yalnız di zaman şəkilçisi ki isə şəxs sonluğudur. Yəni başqa variantı yoxdur. Buna görə bunu çıxırıq, anı çıxırıq, c-ni çıxırıq. Düzdür, düzəldir. Düzdürdə deyə bilərik. Düzdürmək, yəni bunun leksik forması var. Bir də var deyirəm ki, bu düzdür. Burada da qrammatik olar. Düzəldir sözündə isə düzəltir. İr yalnız zaman şəkilçisidir, yəni qrammatikdir, ona görə olmaz. Qorxdu, burada zaman şəkilçisidir, yalnız qrammatik kimi düşünülür, çıxırıq. Qalır C variantı. Düzgün cavabımız elə C variantıdır. Boyadır. Bir var, məsələn üçün bu şəkli kiməsə boyadır, boyatı leksik kimi olacaq. Bir də var ki, bu boyadır, əlimdəki boyadır. Burada isə qrammatik şəkilçi kimi olacaq. Boyadan sözündə də həmçinin. Məsələn, deyək ki, boyadan çıxışlı qal şəkilçisi. Bir də var deyirəm ki, bu şəkli boyadan adam, yəni t leksik. İki cür düşünmək olduğuna görə düzgün cavabımız C variantıdır. Yəni həm eyni köklü cərgə ola bilər, həm də eyni sözün müxtəlif forması kimi düşünülə bilər.